Yeraltı sular. Nədir yeraltı sular? Yeraltı sular hər hansı bir çatlardan, məsamələrdə toplanmış sulara deyilir və yatım ardıcıllığından asılı olaraq iki yerə bölünür. Qurunt və layarası sular var. Layarası sulara həm də arteziyan suları deyilir. Bu sxemdə göstərilibdir. Sxemi dəqiqliklə incələyə bilərsiniz ki, arteziyan suyu nədir, su keçirən nədir, su keçirməyən nədir? Bunların hamısı biz zaten suxurları keçəndə demişdik ki, suxurun su keçirmə və su keçirməmə qabiliyyəti var ki, buna görə su keçirən və su keçirməyən suxurlara bölmüşdür. Birinci qurunt sularından başlayırıq. Qurunt sular birinci su keçirməyən təbəqə üzərində toplanan sulara deyilir. Yəni su keçirməyən layın üzərində toplanan su kütləsi qurunt suları hesab olunur və bu qurunt suları yer səthinə bulaqlar şəklində, termal sular şəklində çıxır və ya bataqlıqlar şəklində, daha doğrusu yer səthinə bulaqlar şəklində çıxır. Çay və bataqların qida mənbəyi ola bilir. İkinci layarası və arteziyan sularıdır ki, bu sular iki su keçirməyən təbəqənin suxurun arasında yerləşir. Təzyiqli sulardır. Yayılması coğrafi enliklərdən asılı deyil. Bax, bir də deyirəm. Layarası sular və arteziyan suları təzyiqli sulardır. Yayılması coğrafi enlikdən asılı deyil. Yüksək təzyiqli layarası sulara arteziyan suları deyilir. Bunu da yadda saxlayırıq. Dünyanın ən böyük arteziyan hövzələri Qərbi Sibirdə yayılıbdır. Mərkəzi Avstraliyada, Şimali Afrikada, Mərkəzi Asiyada geniş yayılıbdır. Qurunt sularının yer səthinə yaxın yerləşdiyi quraq ərazilərə gəldikdə isə Böyük Səhranı, Liviya səhrasını, Ərəbistan yarımadasını götürə bilərik. Qurunt sularının daha dərində yerləşdiyi isə Qərbi Avstraliya, Mərkəzi Avstraliyanı götürmək olar. Bu hissələr əzbərlənməlidir. Qurunt suları çökək və meyilli ərazilərdə, çay dərələri, yamaclar, yarğanlar, dağlarla düzənliklərin qovuşduğu yerlərdə səthə çıxarsa, bu bulaq və ya çeşmə adlanır və qurunt suları tərkibinə görə şirin sulu və minerallaşmış olur. Əgər tərkibində çoxlu duz və qaz varsa, bu minerallaşmış mineral sulardır. Sonra bir çox hallarda onlardan müalicə məqsədi ilə də istifadə edilir. Yeraltı suların əmələ gətirdiyi relyef formalarına biz bunları keçmişdik ki, mağaralar, Kars mağaraları, Kars qıfları və sürüşmə hadisələrini keçmişdik. Sonra Kür-Araz ovalında da yeraltı suların səviyyəsi çoxdur. Yəni qurunt suları 1-5 dərinlikdə yerləşir. Bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadə üçün yararsızdır. Yəni daha duzludur, belə deyək, minerallaşmış sular hesab olunur. Beton örtüksüz tikilən suvarma kanalları və su anbarlarına sızan sular ovalın çökək ərazilərində toplanaraq qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Şoranlıq və bataqlıqlaşmış zonalar formalaşdırır. Suvarma düzgün aparılmazsa bu proses güclənəcək, yəni ərazidə şoranlıq və bataqlıq sahəsi böyüyəcək. Şoranlaşmanın qarşısını almaq üçün də kollektor drenajlardan istifadə olunur. Nədir kollektorlar? Qurunt sularının səviyyəsini aşağı salmaq üçün qazılan süni, belə deyək ki, kanallar və hidrotexniki qurğulardır. Drenajlar isə yeraltı suları kollektora axıtmaq üçün, həmin o kanallara axıtmaq üçün çəkilən nisbətən kiçik hidrotexniki qurğulardır. Kür-Araz ovalığında da Baş-Şirvan, Baş-Mil Qarabağ və Baş-Mil Muğan kollektorlarına rast gəlinir və bunlar da həmin o çəkilmiş qurunt sularını Xəzər dənizinə axıdır. Ölkəmizdə kollektor və drenaj şəbəkəsinin təkmilləşdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac var, çünki sızmalar çoxdur. Növbəti buzlaqlara baxaq. Buzlaqlar nədir? Buzlaqlar qar xəttindən yuxarıda qum səthinə düşən qar əriməyə macal tapmadan toplanır. Yəni, hansı ki qar xətti dediyimiz 0 dərəcə temperaturdan sonra qar əriməyə macal tapmır və bu zaman buzlaqlar formalaşır. Buzlaqlar özləri də iki formada olur. Hansı ki, tədricən sıxılaraq qar dənəvər formada tutqun, rəngli bir firin köhnə qar buzuna çevrilir. Bir də var orada qletçerlər. Nədir qletçerlər? Artıq o sıxılmadan sonraki mərhələdə qar daha da bərkiyir və süd rəngli şəffaf bir buzlağa çevrilir ki, buna da qletçer deyilir.
Buzlaqları öyrənən elm qliyasologiya adlanır, burada verilibdir və hansı ərazilərdə ümumiyyətcə buzlaqların formalaşması enliklə birbaşa əlaqəlidir. Yadımızda qalsın ki, buzlaqlar şimal yarım kürəsində, Şimali Amerikanın şimalında, daha doğrusu Avrasiyanın şimalında buzlaqlar daha çox yayılıbdır. Və bir şeyi qeyd eləyək ki, qar xətti ərazinin iqlim xüsusiyyətindən asılı olaraq, bayaq dediyim kimi, yəni enlikdən asılı olaraq, iqlim xüsusiyyətindən asılı olaraq dəyişir. Əgər belə deyək ki, enliklər daha aşağı enliklərdirsə, hansı ki isti ərazilərdirsə, orada qar xətti daha hündürdən keçəcək. Yox, yuxarı enliklərdirsə, qütbə daha yaxın yerləşən enliklərdirsə, bu zaman qar xətti daha aşağıdan yerləşəcək. Çünki yağan qar dağın yamacından buz bağlamaya başlayır. Bu da temperatur çox aşağı olduğuna görə. Deməli, dağların ekvatora baxan yamaclarında qar xətti hündürdən keçəcək, əks tərəfində isə qar xətti daha yuxarıdan keçəcək. Azərbaycanda isə qar xətti 3900 metrdən hündür olan ərazilərdə, dağlarda formalaşır ki, biz buna Bazardüzü, Şahdağ, Tufan dağ, Bazar yurt zirvələrini və bir də Qapçıqda az miqdarda rast gəldiyini görəcəyik. Buzlaqlar özləri də iki yerə bölünür. Dağ və materik buzlaqları var ki, dağ buzlaqlarına biz qar xəttindən yuxarıda yerləşən zirvələrdə rast gəlirik ki, dünyada da məsəl üçün Himalay dağlarında, Hindquşda, Pamirdə, Alyaskada görəcəyik və ən böyük dağ buzlaqlarından biri də Pamir dağlarında yerləşən Fetçenko buzlağıdır. Materik buzlaqlarına gəldikdə isə ilk öncə bunu deyim, ondan sonra. Dağ buzlaqları özü də iki hissədən ibarətdir. Qidalanma və axın hissələri var. Qidalanma hissəsində qar toplanaraq buz əmələ gətirir. Axın hissəsində isə buzlaq əriyir və çayların mənbəyinə çevrilir. Bir də deyirəm, dağ buzlaqları iki yerə bölünür. Qidalanma və axın hissələri. Qidalanmada qar toplanır, buz yaranır. Axın hissəsində isə buz əriyir, çaylara mənbə olur. Materik buzlaqlarına gəldikdə isə materik buzlaqları böyük bir əraziləri əhatə edir və daha qalın olması ilə seçilir. Və daha doğrusu bu buzlaqlar qar xəttinin 0 metrə yaxın olduğu ərazilərdə, yəni ki, qütbə yaxın ərazilər Antarktida və Qrenlandiyada formalaşır. Və Antarktidada buz örtüyünün qalınlığı 2000 metrə çatır. Burada Antarktida ərazisində örtük buzlaqları qalxanvari formada, yəni günbəz formasında olur. Və toplanan buz qatı öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür ki, bunlara da iceberglər deyir. Iceberglərin uzunluğu da 100 kilometrdən daha çox olur. Bu da belə, bu qədər.